Hər vaxtınız xeyirli olsun. Bu ay bəzi bürclərin həyatı tamamilə dəyişə bilər. Kimisi üçün pul tapılacaq, kimisi üçün illərlə gizlənən həqiqət üzə çıxacaq, kimisi üçün isə sıfırdan yeni bir həyat başlayacaq. Əgər bu 4 bürcdən birisinizsə, videoyu axıra qədər izlə. Çünki may ayının ən böyük sürprizi sənin üçün gəlir. İlk bürcümüz Qoç bürcü. Əziz qoçlar, may ayının ortası sizin üçün adi keçməyəcək. Xüsusilə də mayın 15-dən sonra maliyyə ilə bağlı elə xəbərlər ala bilərsiniz ki, əvvəlcə inanmayacaqsınız. Uzun müddətdir gözlədiyiniz bir pul, gecikən bir ödəniş, borc məsələsi və ya iş təklifi qəfil qarşınıza çıxa bilər. Hətta bəziləriniz elə bir fürsət alacaq ki, bu qədər şans birdən olar deyəcəksiniz. Özünüz də inanmayacaqsınız. Amma burada kainat sizi yoxlayır. Çünki Qoç bürcü səbirsizdir. Siz hər şeyi tez həll etmək istəyirsiniz. Elə bilirsiniz ki, fürsət qaçacaq. Amma bu dəfə tələsmək sizə zərər verə bilər. Qarşınıza çıxan ilk təklifə hə deməyin. Kiminsə şirin sözünə aldanmayın. Xüsusilə də sizə kimsə vəd edə bilər ki, tez qazanc, asan pul. Belə bir söz eşitsəniz, 2 dəfə düşünün. May ayında sizin ətrafınızda pula görə maska taxan insanlar olacaq. Bəziləri sizdən istifadə etməyə çalışacaq. Hətta yaxın bildiyiniz bir insan sizə qarşı gizli bir planı ortaya çıxa bilər. Bank kartı, borc vermək, böyük alış-veriş və ya imza məsələlərində diqqətli olun. Bir kağızı oxumadan imzalamaq sonradan böyük peşmançılıq yarada bilər. Amma səbirli olsanız, dürüst qalsanız, bu ay həyatınızda ilk dəfə özünüzə maddi olaraq daha güvəndə hiss edə bilərsiniz. Elə bir qapı açılacaq ki, gələcək aylarda yaxşı ki vaxtında səbr etmişəm deyəcəksiniz. Bir də diqqət edin. Mayın sonuna yaxın gələn bir zəng və ya mesaj sizin üçün dönüş nöqtəsi ola bilər. İndi isə keçək sıradakı bürcə. Sıradakı bürc Əqrəb bürcüdür dostum. Əziz əqrəblər, siz insanların üzündəki maskaları hiss etməyi bacarırsınız. Amma bu dəfə eşitdiyiniz və görəcəyiniz şeylər sizi belə şoka sala bilər. May ayının ortasında həyatınızda çox güvəndiyiniz bir insan əsl siması ortaya çıxa bilər. Bu dost ola bilər, sevgili ola bilər, hətta ailədən biri ola bilər. Uzun müddətdir sizdən gizlədilən bir məsələ qəfil açılacaq və siz deməli içimdə hiss etdiyim doğruymuş deyəcəksiniz. Ən qəribəsi odur ki, bu hadisə əvvəlcə sizi sarsıdacaq. Özünüzü tək hiss edə bilərsiniz. Hətta bir neçə gün heç kimlə danışmaq istəməyəcəksiniz. Amma bilin ki, kainat sizi cəzalandırmır. Əksinə, sizi zərərli enerjidən təmizləyir. Bu ay sizə yalan danışan insanlar bir-bir özünü ələ verəcəklər. Kiminsə sözündə dolaşdığını tutacaqsınız. Gizli söhbətlər, arxanızca edilən planlar ortaya çıxa bilər. Bəziləriniz üçün keçmişdən qayıdan biri də olacaq. Birdən mesaj yazacaq, peşman olduğunu deyəcək. Amma burada diqqətli olun. Hər geri qayıdan insan dəyişmiş olmur. Pul məsələsində isə gözlənilməz bir rahatlama görünür. Elə bir xəbər ala bilərsiniz ki, tam ümidsiz idim. Amma hər şey düzəldi deyəcəksiniz. İnşallah. Kiçik bir şans böyük qapıya çevrilə bilər. May ayı sizi emosional olaraq yorsa da, ayın sonunda artıq əvvəlki insan olmayacaqsınız. Daha güclü, daha ayıq və ən əsası kimə inanıb inanmayacağınızı bilən biri olacaqsınız. Bax belə dəyərli əqrəblər. Sıradakı bürcümüz isə Dolça bürcüdür. Həyatınızı dəyişəcək təklif gəlir. Əziz dolçalar, sizin üçün may ayı tam bir dönüş nöqtəsidir. Xüsusilə də iş və pul mövzusunda çox qəribə hadisələr yaşana bilər. İlk əvvəl hər şey qarışıq görünəcək, iş yerində problemlər çıxa bilər. Mübahisə qəfil dəyişiklik və ya gözlədiyiniz yeni bir xəbər ala bilərsiniz. Bəzi dolçalar hər şeyi əlindən çıxır hissi yaşayacaq.
Amma məhz bu anda kainat sizə başqa bir qapıya aparır. Mayın 15-dən sonra gələn təkliflərə diqqət edin. Yeni iş, yeni layihə, başqa şəhərdən və ya internetdən üzərindən gələn qazanc şans ola bilər sizin üçün. Hətta əvvəllər mənlik deyil dediyiniz bir sahə sizə böyük bir pul gətirə bilər. Bu ay sizin fərqliliyiniz sizə pul qazandıra bilər. İnsanlar sizin ideyalarınıza daha çox diqqət edəcək. Sosial mediada çalışan dolçalar üçün isə yüksəliş görünür. Yəni birdən videolarını tuta bilər, yeni izləyicilər gələ bilər və ya sizə dəstək olacaq biri qarşınıza çıxa bilər. Amma bir məsələ var. Özünüzə inanmırsınızsa, şansı əlinizdən itirə bilərsiniz. Çünki may ayında qorxunu yox, riski seçən dolçalar qalib gələcək. Bəziləriniz birdən-birə həyatı dəyişəcək bir qərar verəcək. Və qəribəsi odur ki, o qərar əvvəl qorxulu görünsə də, sonradan sizi çox güclü yerə gətirəcək. Mayın sonunda kaş əvvəldən bunu etsəydim deyəcəyiniz bir başlanğıc görünür. Bəli əziz dolçalar, may ayında sizin şansınız bunlardır. Və nəhayət sıra gəldi sonuncu bürcə. Sonuncu bürc qız bürcüdür. Əziz qızlar, sizin dəyişiminiz pulla yox, daxilinizə başlayacaq. Amma məhz bu daxili dəyişiklik sonradan həm şansınızı, həm də həyatınızı açacaq. Uzun müddətli hər şeyi içinizə atırsınız, sıxılırsınız, darıxırsınız, hamıya kömək edib özünü unutmusunuz. Həmişə güclü görünməyə çalışmısınız. Amma may ayında artıq içinizdə topladığınız bütün yorğunluq dostum, bax partlayacaq inşallah. Bir gün qəfil hər şey sıxıldığınızı hiss edə bilərsiniz. İnsanlardan uzaqlaşmaq istəyəcəksiniz. Telefonu söndürüb tək qalmaq istəyən qız bürcləri çox olacaq. Və bilin ki, bu zəiflik deyil dostum ha. Bu sizin ruhunuzun artıq dəyişmək istəməsidir. Bu ay çox qəribə hisslər yaşayacaqsınız. Keçmişi çox düşünəcəksiniz. Bəzən gecələr yata bilməyəcəksiniz. Amma eyni zamanda içinizdə yeni bir güc yaranacaq. Sanki köhnə siz gedir, yerinə tamam başqa biri gəlir. Pul və şans məsələlərində isə ayın ikinci yarısında açılma görünür. Qarşınıza yeni bir qapılar açılır. Kiçik görünən bir fürsət sonradan böyüyə bilər. Xüsusilə də öz bacarığınızdan istifadə edin. Qız bürcü üçün qazanc artır. Əl işi, sosial media, satış və ya şəxsi iş qurmaq istəyənlər üçünsə çox güclü enerji var. Bir də diqqət edin. May ayında tanış olacağınız bir insan sizin düşüncə tərzinizi dəyişə bilər. O insan sizə həyata başqa gözlə baxmağa öyrədəcək. Ayın sonunda isə ətrafınızdakı insanlar sizdəki fərqli hiss edəcək, daha sakit, daha güclü və ən əsası öz dəyərini bilən biri olacaqsınız. Əgər sənin bürcün bu siyahıdadırsa, kommentlərdə öz bürcünü yaz və unutma. Bəzən insanın taleyi bir həftəyə dəyişir. Bəlkə də bu həftə növbə səndədir. Videonu bəyənməyi və kanala abunə olmağı unutmayın.